Xəlilov Şitaq Rüstəmoğlu Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olub. Müəllimlik eləməklə yanaşı el arasında həvəskar şair kimi tanınıb. Şeirləri aşıqlar tərəfindən sevə-sevə oxunub. Dəyişərəmmi? Vətən torpağının bir qarışını dünyanın varına dəyişərəmmi? Azəri yurdunun qaynar suyunu yad elin qarına dəyişərəmmi? Bu yurda bəxş edib qanan insanı, insanın halına yanan insanı, namusu qeyrəti olan insanı yüz qanmaz halına dəyişərəmmi? Habil kamanının naləsini mən, ədalət sazının havasını mən, sevirəm bu yurdun obasını mən, yad el güzarına dəyişərəmmi? Muğamdan ayrılsam, mildən ayrılsam, xoş avazdan, şirin dildən ayrılsam, şitaqam sevdiyim eldən ayrılsam, qeyri el yerinə dəyişərəmmi? Qulaq asam ədalətə, kərəmini çalan vaxtı, tabutumu götürələr, aşıq sazla gələn vaxtı, dübeytini ara-ara, çal deyələr kamandara, son qoyaram mahuzara, ürəyimin talan vaxtı. Yaşı çoxdur, daim cavan, onu çalıb aşıq qurban, deyər Tufarqan Abbasdan, məclislərə gələn vaxtı. Əl dəyəndə o simlərə, qida verir ürəklərə, şitaq demir rəbət yerə, qulaq asam ölən vaxtı. Kəlbəcər bizə oğul deməz, vəfasız olduq. O ana yurdumuz olan Kəlbəcər, gözəl qorumuşdu ulu babalar, deməzdilər olar talan Kəlbəcər. Hər yanı qaladır, Ələsgər demiş, yağlar gələndə özün itirmiş, indi isə görkəmini dəyişmiş, düşmənin əlində qalan Kəlbəcər. Nəyi gözləyirik, yatırıq hələ, yağının qisası qalarmı belə, lazımdır yandırıb döndərək külə, nə qədər qalacaq viran Kəlbəcər. Murova baxıram, gözlərim dolur, düşmən əlindədir, dəli dağ qonur, şitaqam alışıb ürəyim yanır, ölüncə deyərəm aman Kəlbəcər. Elə bir imkanım ola əlimdə, yaman mərhəmətli olaram valla, mərdi ucaldaram asimanlara, namərdi ayağa salaram valla. Daha neyləyərəm bu dünyada mən, vaxtsız qara telə salaram mı dən, kim şikayət etsə mənə ömürdən, nə qədər istəsə verərəm valla. Mərdlərin varını bol eyləyərəm, zalimi onlara qul eyləyərəm, nə zaman məzara yol eyləyərəm, şitaqam qeyrətlə ölərəm valla.
Allah rəhmət eləsin, məkanı cənnət olsun. Amin.